Mədəniyyətin və Milli Ənənələrin Təbliği İctimai Birliyinin sədri Etibar Məmmədov mənim adım. Gəlin. Son, əziz tələbələr, mənim adım Etibar Məmmədov, mən Mədəniyyətin və Milli Ənənələrin Təbliği İctimai Birliyinin sədriyəm. Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi agentliyinin dəstəyi ilə biz bir layihə həyata keçirdik, Göyçə Aşıq Sənəti Ənənələri. Mən açıq bura gələndə çox fikirləşirdim ki, çıxışımı necə başlayayım, nə cür başlayayım və düşünəndə gördüm ki, yəni belə qənaətə gəlirəm ki, biz bu universitet bu dəqiqə hal-hazırda o Azərbaycanın 2020 müharibəsindən sonra yaratdığı reallıqlar var. Bu reallıq odur ki, artıq Qarabağ 30 il işğal altında olan torpaqlar artıq bizdədir və biz indi çox böyük sürətlə, çox böyük templə, dinamika ilə o torpaqlarda yenidən qurmaq, bərpa, işləri aparır. Mən özüm görmüşəm, gedirəm, 2 gündən sonra yenidən gedəcəm və bu işlərdə bu universitetin məzunları çox böyük rol oynayırlar, çox böyük. İstər binanın tikilməsində, istər yolların tikilməsində, köprülərin tikilməsində. Yəni, bu işlərin hamısında mən onların ünsiyyətində olmuşam. Universitetin 50 illiyidir, bununla əlaqədar ünsiyyətdə olmuşam. Və mən orada, o uşaqlarda, o gənclərdə belə deyək, gördüyüm nə oldu? Salınan, istənilən yol, istənilən qoyulan daş, düşünülən layihə, yəni memarlıq, inşaat, hansısa yol layihəsi, nə olursa olsun, onun içində orada həmişə ruh olanda o çox gözəl alınır. Ruhu insana gətirən sözdür. Sözün ustası aşıqlardır, həmişə öyle olur. Aşıqların ustası kimdir? Dədə Ələsgər. Cənab Prezidentin ay heykəlini, açılışını etdiyi Dədə Ələsgər. Ona görə bugün burada bizim Dədə Ələsgərin nəticəsi də buradadır, Xətai müəllim, burada danışacaq. Amma biz ilk növbədə istədik ki, Göyçə Aşıq Sənəti ənənələri ilə bağlı bir balaca video çat təqdimat edək. Nəyə görə edək? Ki, siz biləsiniz. Biləsiniz ki, bu sadəcə saz deyil, bu sadəcə söz deyil, bu ruhdur. Bu ruh, o ruhdur ki, bugün bizdə dəyərlər yaradır. Sizdə, siz gənclərdə ötürə-ötürə nəsillərdən süzülə-süzülə gəlir və sizlərdə o ənənələri yaradır. Böyüyə, kiçiyə hörmət, ataya, anaya hörmət, öz cəmiyyətdə davranışınız, bütün o mənəvi dəyərlər ki var, onlar hamısı orada var, o aşıq sənətində var. Göyçə aşıq sənəti isə ümumiyyətlə Azərbaycandakı o aşıq sənətinin bir bir mənbəyidir, ocağıdır. Ona görə biz o ocaqla bugün tanış olaq, 17 dəqiqə sizin vaxtınızı alıb o video çarta tamaşa edək, baxaq, öyrənək. Ondan sonra isə biz xahiş edəcəyik, dəyərli bizim əziz Xətai müəllim bizə Göyçə aşıq sənəti ilə bağlı öz düşüncələrini bizə çatdıracaq. Buyurun.
Göyçə mühiti çox belə zəngin bir mühiti var idi. Hər tərəfdən sıra dağlar idi. Göyçə gölünün ətrafındaydı bu dağlar və Göyçə gölünün ətrafında da bütün kəndlər idi. Vaxtilə dəniz səviyyəsində 2000 metrə yüksəklikdə yerləşirdi. Vaxtilə o ərazidə demək olar ki, hamısı türklər yaşayıblar. Bir növ Göyçə mahalı, aşıq sənəti orada çox böyük inkişaf edibdir. Yəni, bugünkü gündə Göyçə deyəndə ilk növbədə aşıqlar yada düşür və xüsusilə Dədə Ələsgər yada düşür. Çox hüsünkar gözəlliyi var idi. Demək olar ki, 6 ay yaz ayları olardı, güllü çiçəkli. 6 aydan sonra soyuqlar düşərdi, sərt qışı olardı. Yaz gələndə gül çiçək o qədər gözəl açardı ki, arıların işləməsi böyük bir musiqiyi sanki dinləyirsən, bax o dərəcədə. Aşıq sənəti üçün mütləq doğulmaq lazımdır. Yəni, öyrənməklə aşıq olmaq olmaz. Öyrənməklə sən yalnız biliyini zənginləşdirə bilərsən. Amma aşıq olmaq üçün mütləq aşıq doğulmaq lazımdır. Tovuzdan, Qazaxdan, Gəncədən, Kəlbəcərdən, Göyçədən şair də olmur, aşıq olur. Birbaşa aşıq doğulur bu insanlar. Bu sənət üçün də mütləq aşıq doğulmalısan. Ona görə də mütləq bu sənət üçün o bölgə çox böyük əhəmiyyət kəsb edir. Dədə Ələsgəri də Ələsgər eləyən Göyçə mahalı olubdur. O mahalın demək olar ki, hamısı, söhbət ondan getmir ki, bunlar hamısı aşıq olmalıdır. Aşıq qədər o sənəti bilirdilər. Göyçə mühiti aşıqları yetişdirdi. Məsələn, Aşıq Ələsgər kimi belə dahi bir sənətkarı Göyçə mühiti idi ki, yetişdirdi. Göyçədə ümumiyyətlə Göyçədə el şairləri olub ki, halbuki bunların da bilavasitə çox əksəriyyəti istəyib ki, məclislərdə bunların sözləri oxunsun. Bir növ biri-birindən həmişə konkurensiya olubdur da. Bu baxımdan çox dəyərli şairlərimiz burada yetişiblər. Xüsusilə aşıqlıq sənəti də bayaq dediyim kimi ən çox deyərdim ki, Göyçə mühitində aşıq sənəti yetişib. Çünki aşıqlarımız da belə idi ki, hər belə deyim də əlinə saz alan aşıq ola bilməzdi. Orada sanki bütün insanlar bu sənəti dərindən bilirdi. O da məclisə hər adam aşıq kimi gəlib məclisi idarə edə bilməzdi. Çünki tamaşaçılar daha çox bilirdi. Odur ki, aşıq olan mütləq ustad yanında püxtələşməli idi. Məsələn, Aşıq Ələsgərin özünün şəhidlərinin bir eləsi var ki, 8 il, 10 il ona qulluq edən şəhidlər olubdur. Budur ki, məsələn, onlar heç vaxt məğlub olmurlar. Həmişə bütün məclislərdə sözlərini deyə biliblər. Allah ustadlarımıza rəhmət eləsin, Dədə Ələsgərə də başda olmaqla, Dədə Əliyə, Xəstə Qasıma, Aşıq Abbas Tufarqanlıya, Qurbani, Dədə Qurbanidən bu sənət gəlir və nəhayət Aşıq Ədalət. Bu sənəti, əzizlərim, ancaq ruh adamları ifa eləyə bilər. Başqa cür bu sənəti ifa eləmək mümkün deyil. İstər ifaçı aşıqlar olsun, oxuyan vaxtı. O səsin işləməyi də yenə də ruha bağlıdır. Sən ruhda deyilsənsə də, heç cürə sən onu istədiyin kimi ifa edə bilməzsən. Mütləq aşıq ruhda olmalıdır, təbdə olmalıdır. Aşıq sənəti bu qədər böyük bir sənətdir. Göyçə, məsələn, aşıq məktəbi belə olub ki, orada çox ustad, böyük ustadlar yetişdirildiyinə görə, orada məhz ən çox ədəb-ərkana, daha çox biliyə, daha çox, məsələn, belə deyim, o dövrdə dəyişmələr olub, bir-birini bağlamalar olubdur. Məsələn, hansı aşığın, məsələn,
bir-birinə məsələn bağlama yazıbdı. Onu hansı aşıq aça bilib, aça bilməyib. Hətta o dövrdə nəyə görə məsələn tutaq ki, Aşıq Ələsgər bu cür belə deyim də bugünkü günümüzdə ən zirvəyə qalxdı. Məsələn xəstə qalsın, məsələn açılmayan bağlamalarını məsələn Aşıq Ələsgər açıb. Bunu da ki, təbii ki, o dövrdə məsələn aşıqlar yetişəndə əsasən deyirdilər, görəsən hansı aşıq daha güclü olar, məsələn, el arasında söhbətlər gəzərdi və müəyyən məsələlərdə tutaq ki, aşıqlara suallar verilərdi. Hansı aşıq məsələn onu açardısa, el içində nüfuza malik olardı. Məhz bu baxımdan o aşıq sənəti Göyçədə xüsusilə aşıq kimi formalaşıbdı. Sırf aşığı orada, o dövrdə tutaq ki, məsələn, Aşıq Ələsgərə bəzən görürsən, haqq aşığı deyirlər. Məsələn, bu haqq aşığı ancaq, belə deyim də, onun alğışı olardı, tutaq ki, qarğışı olardı Dədə Qorqud kimi və özünü aparmağı bacarırdılar. Məsələn, Ələsgərin şeirində də var da, aşıqlığın düsturunu deyibdi. Aşıq necə olmalıdır? Yəni, bu həqiqətən elədi ki, məsələn, aşıq oturuşunu, duruşunu elə olmalıdır ki, az danışmağı, xalqa düzgün, doğru söyləməsi, bunun hamısı aşıqda cəmləşməli idi. Aşıqlar da haqqın carcısı olublar və düzgün, doğru yol həmişə göstəriblər. Birbaşa ün məsələsidir. İlahidən gələn ün, səs. Sən öz ruhunu o səsə, o ünə təslim eləməlisən ifa zamanı. Ruhanini ifa eləyəndə, dilqəmini ifa eləyəndə. Bir də ki, hər havanın öz, belə deyək də, ruh məqamı var. Sən yanıq kərəmini ifa eləyəndə mütləq o ruhda qəmlənməlisən. Sazın dinləyiciyə onun necə bir təbdə olduğunu göstərməlisən, necə bir ruhda olduğunu göstərməlisən. Bir ifada ki, yanıq kərəmini, sən kərəmin yandığını dərk eləməsən, onu ifa eləyə bilməzsən. İfa zamanı sən kərəm kimi yanmasan, onu ifa eləyə bilməzsən. Göyçədə çünki ən belə dəyər verilən aşıq olardı. Ən hörmətçil adamlar aşıqlar idi. Çünki müəllimlər, təbii ki, müəllimlərə hamı hörmət qoyardı. Müəllim olan yerdə, tutaq ki, biz dayanmazdıq. Haradakı müəllim dayanıb onun yanından elə keçərdi ki, bizi görməsin. Yəni, o dəyərlər var idi. Amma aşıqlar xüsusilə bir ozanlıq sənətini daşıyırdı. Orada hamı onlara hörmətlə yanaşardılar. Məsələn, hansısa bir aşıq gələndə hamısı ayağa qalxardı ki, gəl, filan aşıq gəlibdi məclisə. Bir də ki, məclisdə hamı onu dinləyərdi. Yəni, bir kəlmə, məsələn, heç kəsin ağzından başqa söz çıxmazdı, hamı qulaq asardı. Bu da təbii ki, aşığın, belə deyim də, necə qüdrətə sahib olmağını göstərirdi ki, hansı səviyyədədir bu aşıq. Bu mənada aşıqlıq orada sanki ən yüksək səviyyədə baxılırdı. Təbii ki, onda da, məsələn, aşıq inkişaf eləyəcəkdi. Aşıq el ağsaqqalı idi, el atası idi, aşıq bir ozan idi. Yəni, o iki, məsələn, qanı, belə deyim də, qanlıq söhbəti kəsərdi. Məsələn, onun sözü söz olardı.
Hessiyadan karıştırar aranı. Baykuşda adeti sever veranı. Kola benzetmeyle karvan kıranı, odlarsan köz olmaz, küle karışar. Aşıq Alı, Aşıq Ələsgər, Ağ Aşıq, bunların tarixini bilməyən bir cəmiyyətə sən bu sazı sevdirə bilməzsən. Mütləqdir ki, həm də ki, xalqımız da bu sahədə çoxlu oxumalıdır, savadlanmalıdır. Xüsusən də gənclərimiz, bizim işimiz uşaqları ibtidai öyrətməkdir. Yəni, 1-ci sinifdən əlindən təzə saz öyrədib onlara bu sənəti aşılamaqdır. Göyçə aşıq sənəti həqiqətən də belə dediyim kimi sanki elə aşıq sənətin elə beşiyidir, belə deyim də. Çünki orada hər ailədə demək olar ki, saz var idi. Hər ailədə saz var idi. Sonra böyük maraq var idi. Tutaq ki, saza böyük maraq var idi, aşığa böyük maraq var idi. Bu da təbii ki, yetişməli idi. Bir də mühit yetişdirirdi. Və dediyim kimi, tutaq ki, qış vaxtı heç bir adam, heç bir iş olmazdı. Bir aşıq tanışardı, söhbət eləyərdi. Və ailədə, məsələn, belə söhbətlər gedərdi. Maraqlı suallar saxlayardılar ki, falan aşıq gələndə ondan soruşaq. Buna görə də maraq olduğuna görə bu sənət inkişaf edirdi. O Göyçə aşıqları bütün Azərbaycanımızın hər yerinə gəlirdilər. Məsələn, yay vaxtı olsun, tutaq ki, toylara gəlirdi, Aşıq Ələsgərin özü bütün, demək olar ki, Türk dünyasının hər yerinə gedib. Aşıq kimi gedibdir. Özündən var şəhərləri gedib. Və təbii ki, həmin yerdə də aşıqlarla bunlar qabaqlaşıblar. Məsələn, bir çox xatirələr var. Aşıq Ələsgər tutaq ki, yeni şeir növü yaradıb. Dodaq dəyməz, dil dönməz şeir növü yaradıbdır. Gəldi yaz ayları həsrət çəkər xak. Deyər Neysan gələ, yağa, yağa. Lənət şeytana de, şər işdən əl çək. Şeytan səni salar ayağa. Səyyət dəryalarda alar, cəngələ. Həsrət çəkər, çiskin gələ, çəngələ. Əzrail sinəni çəkər çəngələ. Qəssal qəss eləyər, ağa. Keçən gəncər, gəl erkəkli gərdişi. Dəllək çağır, çəkdirəcən gərdişi. Qəzanın qədəri, çarxın gərdişi. Sərsəri tez salar ayağa. Deyər Ələsgər yaxşı deyil aya nə? Gizlin sirrin naxaq saldın ayağına. Çırağın ki ilahidən hayana. Ehtiyacın nədir yağa. Yəni bu dodaq dəyməzdir, təcnisdir. Və burada bütün bəndlərə baxırsan ki, hamısı ibrətamizdir. Yəni gərək insan, əgər deyək sənin çırağın ilahidən ki yanırsa, sənin o çırıya ehtiyacın yoxdur, işığa yəni. Allahdan gəlməlidir o işıq. Ümumiyyətlə, bugünkü günümüzdə Göyçə Aşıq məktəbi demək olar ki, o səviyyədə deyil. Yəni, tamamilə Göyçə dağılandan sonra hərə bir tərəfə düşdü. Çünki birinci ev qayğıları gündəlik dolanışacaq. Məcbur elədik insanlar hərə bir səmtdə bir qismət çörəyini çıxartsın. Bu baxımdan Göyçə Aşıq məktəbi sanki zincir sındı da. Amma yenə də bu aşıq sənətinə məşğul olanlar var. Mən inanıram ki, bayaq dediyim kimi Ələsgər yenə tərk o torpaq yetişdirdi. İnanıram ki, Göyçə mühiti yenidən Ələsgərlər yetişdirəcəkdir. Çünki mühit çox şey deməkdir. İnsan ora düşəndə istər-istəməz mühitdə formalaşır. Mən inanıram ki, əgər o torpaqlara yenidən qayıtsaq, mütləq təzədən o zəncir bərpa olacaqdır. Biz bu illəri Xətai müəllimlə qərara aldıq ki, Dədə Ələsgər Ocağı İctimai Birliyinin nəzdində Ozan məktəbini yaradaq. Və bu gözəl təşəbbüsümüz də alındı. Artıq ondan çox şagirdimiz var. Bir neçə qrupla biz dərs keçirik. Şagirdlərimizin də Azərbaycanın istənilən bölgəsindən sazı sevən şagirdlərimiz təşrif buyururlar. Bu sənəti öyrənməyə çalışırlar. Hal-hazırda biz bir ildir fəaliyyət göstəririk. Bu bir ildə də ondan çox şagirdimiz var. İfalarını da dinlədiniz. Ümid edirəm ki, bir il ərzində uşaqların
müəyyən qədər ifa eləməsi qənaətbəxşdir. Bir gün eşidəcəyik ki, artıq ora köç başlanılır. Mən ona çox inanıram. Mənim orada otağımda da var, kəndimizin şəklini asmışam divardan. Hər gün ona baxıram və fikirləşirəm ki, görəsən o gün gəlsin, gedim. İlk növbədə Dədə Ələsgərin o qəbrini gedim ziyarət edeyim. Düzdür, qəbir üstü daşı sındırıblar, amma qəbrin yeri durur. Bugün Qərbi Azərbaycanlıların görkəmli nümayəndəsinin, abidəsinin ucaldılması təbii olaraq ilk növbədə Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir. Ancaq eyni zamanda bu abidə bütün Qərbi Azərbaycanlıları yenə də bir amal uğrunda və bütün Azərbaycan xalqını birləşməyə dəvət edən hadisədir. Biz o günü səbirsizliklə gözləyirik, inanırıq, mən də inanıram, siz də inanırsınız, gün gələcək. Biz Aşıq Ələsgərin dağıdılmış, ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcək və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcək. Gölün ətrafında da bütün kəndlər idi. Vaxtilə dəniz səviyyəsində 2000 metrə yüksəklikdə yerləşirdi. Vaxtilə o ərazidə demək olar ki, hamısı türklər yaşayırdılar. Bir növ Göyçə mahalı, aşıq sənəti orada çox böyük inkişaf edirdi. Yəni, bugünkü gündə Göyçə deyəndə ilk növbədə aşıqlar yola düşür və xüsusilə də Ələsgər yola düşür. Çox hüsünkar gözəlliyi var idi. Demək olar ki, 6 ay yaz ayları vardı, gül çiçəkli. 6 aydan sonra suyuna düşən sərt qışın vardı. Yaz gələndə gül çiçək o qədər gözəl açardı ki, arılar işləməsi, böyük bir musiqi sanatında bilirsən, bax o dərəcədə. Aşıq sənəti üçün mütləq doğulmaq lazımdır. Yəni, öyrənməklə aşıq olmaq olmaz. Öyrənməklə sən yalnız biliyini zənginləşdirə bilərsən. Amma aşıq olmaq üçün mütləq aşıq doğulmaq lazımdır. Tovuzdan, Qazaxdan, Gəncədən, Kəlbəzərdən, Göyçədən şəhid olub, aşıq olub. Birbaşa aşıq doğulur insanlar. Bu sənət üçün də mütləq aşıq doğulmalıdır. Ona görə də mütləq bu sənət üçün o bölgə çox böyük əhəmiyyət kəsb edir. Dədə Ələsgəri də Ələsgər edən Göyçə mahalı olubdur. Bu mahalın demək olar ki, hamısı söhbət ona getmir ki, bunların hamısı aşıq olmalıdır. Aşıq qədər o sənəti bilirdi. Göyçə mühiti aşıqları yetişdirdi. Məsələn, Aşıq Ələsgər kimi belə dahi bir sənətkarı Göyçə mühiti idi ki, yetişdirdi. Göyçədə ümumiyyətlə Göyçədə şeir şairləri olub ki, halbuki bunların da bilavasitə çox əksəriyyəti istilik məclislərdə var, sözlər oxunsun. Bir-birindən həmişə konversiya olubdur. Bu baxımdan çox dəyərli şairlərimiz yetişir.
hər belə deyirlər, sazalan aşıq ola bilməzdir. Orada sanki bütün insanlar bu sənəti dəyərləndirir. O da məclisə hər adam aşıq kimi gəlib, məclisi idarə edə bilməzdir. Çünki tamaşaçılar daha çox bilirdir. Olur ki, aşıq olan mütləq ustad yanında yaşanar. Məsələn, Aşıq Ələsgərimizin şəhidlərindən bir eləsi var ki, 8 il, 10 il ona qulluq edən şəhidlər oldu. Budur ki, məsələn, onlar heç vaxt məğlub olmurlar. Həmişə bütün məclislərdə sözlərini deyəbilirlər. Allah ustadlarımıza rəhmət eləsin. Dədə Ələsgərə də başda olmaqla, Dədə Aliya, Xəstə Qasıma, Aşıq Abbas Tufarqanlıya, Qurbani, Dədə Qurbani bu sənətkarı mənə aşıq ədalət. Bu sənəti əzizlərim ancaq ruh adamları ifa edə bilər. Başqa cür bu sənəti ifa eləmək mümkün deyil. İstər ifaçı aşıqlar olsun, oxuyan vaxtı. Bu səsin işləməyi də yenə də ruha bağlıdır. Sən ruhda deyilsənsə, heç cürə sən onu istədiyin kimi ifa edə bilməzsən. Mütləq aşıq ruhda olmalıdır, təbdə olmalıdır. Aşıq sənəti bu qədər böyük bir sənətdir. Göyçə, məsələn, aşıq məktəbi olur ki, orada çox ustad, böyük ustadlar yetişdirdiyinə görə, orada məhz ən çox ədəb-ərkana, daha çox biliyə, daha çox, məsələn, belə deyim, o dövrdə dəyişmələr olur, bir-birini bağlamalar olur, məsələn, hansı aşığın, məsələn, bir-birinə, məsələn, bağlamaya yazıldı, o hansı aşıq açılır. Hətta o dövrdə, məsələn, nəyə görə, məsələn, tutaq ki, Aşıq Ələsgər bu cür, belə deyim də, bugünkü günümüzdə tənsifliyə qalxdı. Məsələn, Xəstə Qasım, məsələn, açılmayan bağlamalarını, məsələn, Aşıq Ələsgər açıldı. Ondakı, təbii ki, o dövrdə, məsələn, aşıqlar yetişəndə əsasən deyirlər, görəsən, hansı aşıq daha güclü olar, məsələn, il arasında söhbətlər gəzərdi. Və müəyyən məsələlərdə tutaq ki, aşıqlara suallar verirlərdi. Hansı aşıq, məsələn, onu açardısa, orijinal yetişəndə nüfuza malik olardı. Məhz bu baxımdan o aşıq sənəti Göyçədə xüsusilə aşıq kimi formalaşdırdı. Sırf aşığı orada o dövrdə tutaq ki, sən Aşıq Ələsgərdə bəzən görsən, haqq aşığı deyirlər. Sən o haqq aşığı ancaq, belə deyim, mən alqışı olardı, tutaq ki, qarışı olardı, Dədə Qorqu və özünü aparmağı bacarırdılar. Sən Ələsgərin şeirində də var da, aşığının düsturunu deyirdi. Aşıq necə olmalıdır? Yəni, bu həqiqət edilir ki, məsələn, aşıq oturuşunu, duruşunu elə olmalıdır ki, az danışmalı, xalqa düzgün, doğru söyləməsi. Bunun hamısı sən aşıqda cəmləşməlidir. Aşıqlar da haqqınca acısı olurlar və düzgün, doğru yol həmişə göstərir. Birbaşa ün məsələsidir. İlahidən gələn ün, səs. Sən öz ruhunu o səsə, o ünə təslim eləməlisən ifa zamanı. Ruhani ifa eləyəndə, bir qəmli ifa eləyəndə. Bir də ki, hər havanın öz, belə deyək də, ruh məqamı var. Sən yanıq şərəfini ifa eləyəndə mütləq o ruhda qəmlənməlisən. Sazın dinləyiciyə onun necə bir təbdə olduğunu göstərməlisən, necə bir ruhda olduğunu göstərməlisən. Bir ifadə ki, yanıq şərəfini, sən kələmin yandığını dərk eləməsən, onu ifa edilməzsən. Göyçədə çünki müəllimlər, təbii ki, müəllimlərə hamı hörmət qoyardı. Müəllim olan yerdə tərlər var idi. Amma aşıqlar var. Məsələn, hansısa bir aşıq yanında hamısı ayağa qalxardı ki, kəlmə məsələn, heç kəsin ağzına başı üzülü çıxmazdı. Ürəyində sahib olmalı göstərdi ki, hansı
lənət şeytana deyil, şər işlənəcək. Şeytan səni salab ayağa. Səyyah dəryalarda ağır çəngələ, həsrət çəkər, çingələ, çəngələ, Əzrail sinəmin çəkər çəngələ, qəssab qəssin deyər, ay ağa. Keçən gün çərgəl erkəkli gəlişi, dəllək çağı çəkdirəcən gəlişi, kəzanın qədəri, çarxın gəlişi, sərsəri tez salab ayağa. Deyir eləsin yaş dil ayənə, İzmin sirrin ahır salın ayənə, çırağın ki ilahidən ayənə, ehtiyacın ya. Yəni bu da bəyməzli təzmisdir və burada bütün bəndlərə varsan ki, hamısı bir adamızdır. Yəni gələk insan əgər deyil, sənin çırağı ilahidən ki yanırsa, sənin o çırıya ehtiyacın yoxdur, işləyə və Allah'dan yanına almışır. Çarşıq məktəbi sanki zincir sındıdır. Amma yenə də bu aşıq sənətlə məşğul olanlar var. Mən inanıram ki, bayaq dediyim kimi Ələsgər yenidər ki, torpaq yetişdirdi. İnanıram ki, Göyçən mühiti yenidən Ələsgərlər yetişdirəcəkdir. Çünki mühit çox şey deməkdir. İnsan ola düşəndə istər-istəməz mühitdə formalaşır. Mən inanıram ki, əgər o zamanlara yenidən qayıtsaq, biz bilək təzələn o zəqlər olacaq. Biz bu illəri Xətai müəllimdən qərar aldıq ki, Dədə Ələsgər Ocağı İctimai Birliyinin nəzdində Ozan məktəbini yaradıq. Və bu gözəl təşəbbüsümüz də alındı. Artıq ondan çox şagirdimiz var. Bir neçə qrupla biz dərs keçirik. Şagirdlərimizin də Azərbaycanın İstənilən bölgəsindən salı seyran şagirdlərimiz təşrif buyururlar. Bu sənəti öyrənməyə çalışırlar. Hal-hazırda biz bir ildir fəaliyyət göstərdik. Bu bir ildə də ondan çox şagirdimiz var. İfalarını da dinlədiniz. Ümid edirəm ki, bir il ərzində uşaqların müəyyən qədər ifa eləməsi qənaət bəxşdir. Bir gün işlədik ki, artıq orada göz başlanılır. Ona çox inanıram. Mənim orada otağımda da var, kəndimizin şəkildə asmışam divardan. Hər gün ona baxıram, fikirləşirəm ki, görürsən o gün gəlsin, gedim ilk növbədə Dədə Ələsgərin qəbrini yerim, ziyarət edim. Düz qəbri üstü daşı sındırıblar, amma qəbrini yığılır. Ucaldılması təbii olaraq ilk növbədə Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir. Ancaq eyni zamanda bu abidə bütün qərbi Azərbaycanlıları yenə də bir amal uğrunda və bütün Azərbaycan xalqını birləşməyə dəvət edən hadisədir. Biz o günü səbirsizliklə gözləyirik, inanırıq, mən də inanıram, siz də inanırsınız, gün gələcək. Biz Aşıq Ələsgərin dağıdılmış, ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcək və artıq isə kəndində buna oxşar mərasim keçirəcək. Qısa bir öz təcrübəmdən danışım. Özümü tanıdım, mən jurnalist işlərim.
bir şey deyim. 25 il ərzində biz, yəni Qarabağ işğal altındaydı, biz həmişə Qarabağ haqqında danışanda və yaxud da reportaj edənlər, nəsə yazanda, pozanda biz həmişə kadrlar axtarırdıq və nə edirdik? Mesela ermənilərin çəkdiyi Şuşadan və yaxud da oradan kadrlar götürürdük, məcbur. Oradakı yazıları itirirdik və onları özümüzün kimi təqdim etməyə məcbur edirdik. Başqa yol yox. 25 yıl geçti, yani ben öz jurnalist olarak. 25 yıldan sonra ilk defa ben gittim Şuşada özüm çektim. Deyirdi ki, biz burada Bakı, Ağdam, ne bileyim, Füzuli bizdədir. Dedim ki, sen Bakıya gelip çıkmadın, ben geldim Şuşaya. Ama dilək ki, o gün olacaq ki, hemen o süreci. Ben Çok sağ olun. Aziz tələbələr, hər birinizi salamlayıram. Oradan da sizlərlə bir arada olmaq çox gözəldir. İnsan özlə gözü həmzalanması, çünki gənclərin arasında istərsiniz o adamı məcbur edir. Təbii ki, bugünkü mövzu çox gözəl aktual bir mövzudur. Buna görə makriftorları bizə təşəkkür edirəm. Bakalım sağ olun ki, bu mövzuya müraciət edəmişsiniz. Təbii ki, yeni hökumət təşkilatına təşəkkür edirəm ki, bütün layihələr dəstəkləyirlər, qrant ayrılır. Bu da çox gözəldir. Təbii ki, Göyçə mühiti deyəndə Aşıq Ələsgər ilk dəfə olaraq Aşıq Ələsgər göz önünə gəlir, Aşıq Ələsgər deyəndə Göyçə göz önünə gəlir. Artıq Aşıq Ələsgər tək Göyçə deyil, Aşıq Ələsgər bütövlükdə Azərbaycandır, Aşıq Ələsgər bütövlükdə artıq Türk dünyasının uzanır. Çünki bizlər açıq bax, bu mühitdə yaşayırıq, vaxt gələcək 200 il keçəcək, 300 il keçəcək, 500 il keçəcək, onda heç nə Ələsgərin qohumları qalacaq, nə bizdə heç birimiz qalacaq, amma Ələsgər yenə qalacaq. Bəxtəfər bizlərə ki, bugünkü gündə biz, elə deyəndə, ən azından mən babamın qucağında böyümüşəm, o Ələsgəri görür. Yəni, atam Ələsgəri görür. Yəni, bu baxımdan biz xoşbəxtlik. Yəni, belə deyəndə, mən babamın əlindən tutmuşam, o da atasının əlindən tutub. Bir növ bir əl-ələ dəyirlərimiz belə mənəviyyat olsa. Aşıq Ələsgər haqqında əslində çox danışmaq olar, saatlarla danışmaq olar. Mən məhz nəyə görə Aşıq Ələsgər bu qəsəd tuturam? Çünki aşıq sənətinin zirvəsində dayanır. İstəyərəm ki, siz gənclər həqiqətən də onun şeirlərini oxuyasınız. Çünki onun şeirləri olduqca ibrətamiz, insanı doğru yola yönəldən onun ibrətamiz şeirləri var. Belə deyim, siz indi hamınız inşaatçısınız. Belə deyim də, bir inşaatçı üçün, bir bina tikmək üçün dəyək ki, müəyyən ləvazimatlar lazımdır. Ki, çəngöldür, kumdur, dəyək, sementidir. Hansısa bir binanı daşıdır, kərpizli bir binanın memarlığını qurursan, bina tikirsən. Söz sənəti deyəlir. Söz sənətində də Ələsgər elə bir bina tikib ki, o daşı daş üstə sözlərlə elə qoyub ki, əl çatmaz böyük bir, belə deyim, əzəmətli bir imarət yapıb da bilməlidir. Bu baxımdan bu sözün də hər yerdə əsas, bizə insan həyatda yaşayır, danışır, ilk növbədə ana dilində nəysə öyrənir, danışır. Və sözün qüdrətimizdə, Füzulidə də var. Söz o qədər qüdrətlidir ki, gerək həm qanı belə deyəndə kəsir, həm də ki, söz var deyil, başı kəsir, söz var savaş kəsir. İndi bu baxımdan Ələsgərin həqiqətən söz dünyası çox genişdir. Bəzən mən ümumiyyətlə fərq qoymuram, ictimai təşkilat olaraq bizdə də Ələsgər ocağı ictimai bilgidir. Mən bütün aşıqlar olsun, ustaz söz sənətini dəyər verən insanlar olsun, hamısına mən eyni gözlə baxıram. Yaxınlarda bizim, bilirsiniz, böyük şairimiz Ramiz Qusar şair var. Bir yerdə dedilər ki, Qərib Azərbaycandır. Mən dedim, mən Qərib Azərbaycandan, bu qayıt ki, yox. Sən düzdür, Qərib Azərbaycandansan, amma qəlbi Azərbaycanlısan. Yəni, qəlbimiz Azərbaycandır. Bu, mənim çox hoşuma gəlmiş söz. Həqiqətən də bu, bizim milli mənəvi dəyərlərimizi hər birimiz qədrini bilməlidir. Bu, aşıq sənətini vaxtıyla Sovet ideologiyası o qədər belə deyilər, pərdə arxası, belə pis bizə əl çatdırıbdır. Bəzən
Mənim yaxşı yadımdadır. Mən ilk dəfə Bakıya gələndə 1985-ci ildə Ali məktəbə gəlmişdim. Onda əlimdə sazla gəlmişdim. Məni görəndə hamısı bir qəribə mənə baxırdılar ki, bunun əlində saz var. Çünki biraz da xor baxırdılar. Sanki bizim milli musiqimizə biraz yanaşma fərqli idi. O dövrdə tutaq ki, dönə-dönə üzr istəyirəm, yoldaşı başqa millətdə olmayana bəzi dəfə verilmirdi. Bu da bilavasitə siyasi bir, belə deyim də, o dövrün onun siyasəti ki, məsələn, o cür yönlüdür insanlara. Mən çox istəyərəm ki, siz sualı verəsiniz tutaq ki, Ələsgər haqqında. İçərinizdə yəqin ki, Göyçəlilərdən var, yoxsa Göyçəli yoxdur içərinizdə. Hansı kənddənsən? Çox xoşum, biraz yaxşı sən qalxdın. Mən həmişə gələndə, məndən soruşurlar haralısan, deyirəm ki, Göyçəli, bir də Göyçay, elə bir də ki, Göyçay. Orada indi bir öz kəndçiləri, cavanlar tanış ediblər, böyük adamlar ki, bu filan kəsdir, kəndimizdə bu filan kəsdir, nəzələr. Dedi ki, məni tanış eləmək istəyən, dedilər ki, Aşıq-Ələsgəri eşitmişsiniz. Qayıtdılar ki, hə. Deyir ki, Aşıq-Ələsgər haralıdır? Onlar da Nərmanlı kənd icmasıdır. Qayıt deyir ki, Nərmanlıdandır. Halbuki Aşıq-Ələsgər Artisə kəndidir. Sadəcə olaraq bəlkə də sevgidəndir. Bir də ki, gənclərimizi düzgün maarifləndirmirik. Yəni, bir vasitə evlərdə valideynlərin öhdəsinə düşür bu iş. Əslində, 90% hamısı deyil Göyçəli, amma Göyçənin hansı kəndindəndir, hansı nəsildəndir, bunu gənclər bilməlidir, çünki çox vacib bir şeydir. Vaxtınızı çox az gözləm, əziz tələbələr. Nəyəsə sualınız varsa, mən çox belə ürək açıqlığından suallarınızı cavablandırıram. Mən bir şey deyim, mən sual verəcəm birinci növbədə. Mən burada, vaxt siz danışırsınız, mən də burada gənclərə baxırdım. Hər bir, nə bilim, 3 ildən, 5 ildən sonra hərəsi bir atadır, hərəsi bir anadır. Onların qurduğu ailələr bizim cəmiyyətin özəyi olacaq. O ailə hansı dəyəri daşıyacaqsa, cəmiyyətimiz də o cür olacaq. Bax, mən onu nəyə vurğulamaq istəyirəm? İstəyirəm nəyi vurğulayasınız? Bu aşıq sənəti o dəyərləri o insanlara çatdırırmı? O dəyərləri insanlara verirmi, verə bilirmi? Ümumiyyətlə, etiraf qanunu belə deyəndə, istəndə insanın həyatında müəyyən yaşdan sonra bir axıllıq dövrü başlayır. O da ki, kimi də tez olur, kimi də gec başlayır. Mən inanıram ki, mütləq ki, bir orta yaşı keçəndən sonra, 50-ni keçəndən sonra bunlar istəsələr də, istəməsələr də o kökə bağlanacaqdır. Çünki indi tutaq ki, müəyyən musiqi növləri var, tutaq ki, caza qulaq asılar, efə qulaq asılar, müəyyən. Bunların inan var, ümumiyyətlə mühit təbliğatla böyük bir şeydir. Amma nə də olursa bunların öz genetik kodları var. O müəyyən yaşdan sonra o mütləq ki, özünü bürüzə verir və o kökə bağlılıq təzədən yaranır. Sana yaşlı adamlar, mən bilirəm ki, əksəriyyətiniz elində var da, yaşlı adamlar bəzən göstərir ki, televizorda saza qulaq asır, siz məsələn televizorda keçirsiniz, başqa qulaq asırsınız. O da sizdən asılı deyil. Vaxt gələcək, siz də o proses edəcəksiniz. O mütləq ki, o genetik kod öz sözünü deyəcək. Yəni, gənclər, hörmətli tələbələr, əziz tələbələr, qardaşlar, bacılar, siz biləsiniz ki, sizin başqa çıxış yolunuz yoxdur. O koda xidmət. Mütləq. Odur ki, saz belə bir alətdir ki, indi də, məsələn, qulaq asmaq istəməsə, 5 il keçəcək, onun üçün mütləq ki, o kökə qayıdacaqlar və bu şeirlər də təbii ki, öyrənməlidirlər. İstənilən bir söz görürsən ki, insanı xilas edir. O da şeirdə hikmətli sözlərdir. Onu mütləq ki, sizin ixtisasınız olmadığı vacib tutanınızın həyatında. Çox sağ olun, Xəlqan xanım. Mən bir daha Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarının dövlət dəstəyi agentliyinə öz təşəkkürümü bildirirəm bizə bu işdə dəstək olduğuna görə və onun ayrılığı qanat hesabına biz bu layihəni həyata icra etməliyik. Və mən əlbəttə ki, universitetin rəhbərliyinə başda Profesor Mücərrət xanım olmaqla, Mücərrət xanım həm də Azərbaycan İcmasının İdarə Heyətinin üzvüdür. Ona görə onun da bu işlərdə çox böyük xidmətləri var. Mən
Şöhrət xanım başda olmaqla təşəkkür edirəm. Azərbaycanda Azərbaycanlıların qəbirstanlığı ilə bağlı, qəbirstanlıqları ilə bağlı. Bilirsiniz, 1905-6, 1918-20, 1948-53, 1988-ci sənətimiz orada var, saz sənətimiz var, bizim abidələrimiz orada var, bizim mədəniyyətimiz var. Bizim mədəniyyətimiz də bizim kimliyimizdir. Bax, bu saz, bu da bizim kimliyimizdir. Yəni, deyəndə ki, sən kimsən, sazı göstər, bəs edirik, kifayət edirik ki, yəni sən göstərsən. Ermənilərin ən böyük məqsədi nədir? Sizlə, gənclərlə, belə deyək, təzə nəsillə, köhnə nəsil arasında bağı qırmaq. Ona görə onlar qəbirstanlıqları məhv edirlər, ona görə onlar bu sənəti məhv eləmək uğrunda çalışırlar. Belə nəyi var? Biz indi tədbirdən əvvəl Xətai müəllimlə danışdıq. Növbəti il UNESCO-da da gələk ki, UNESCO-da Aşıq Ələsgərlə bağlı, yəni UNESCO-da belə deyək də, Aşıq Ələsgər ili olacaq. Bu 2026-cı il. Bu o deməkdir ki, Aşıq Ələsgəri hansısa bir auditoriyada oturan artıq belə, yəni belə deyək də, siz başlanğıcsınız, uğurlu başlanğıcsınız. Bundan sonra, belə deyək, sizdən sonra Aşıq Ələsgəri bütün dünya tanıyacaq. Bütün dünya Azərbaycan deyəndə deyəcək ki, hə, Aşıq Ələsgər var. Orada Aşıq Ələsgər var, olub yox, var. Nəyə görə? Çünki biz hələmiz bir Aşıq Ələsgərik. Həm mənəviyyatımızla, dəyərimizlə, mədəniyyətimiz, ürəyimizdə daşıdığımız, qəlbimizdə daşıdığımız o istəylə. Bu qədər. Mən sizin hər bir ayaqlarınız ağrımaz. Çox sağ olun. Böyük, boy olmalı.